Qasırğalar, sellər, tsunamilər, ildırım, bu təbii fəlakətlər nəyə görə baş verir bilirsiniz? Allah insanları oyatmaq istəyəcək, bəndəm oyan. Amma Bakını su basmışdı. Nəyə görə bu oldu? Çünki Azərbaycanda bu qədər əxlaqsızlıqlar, pozğunxanalar davam edir. Ona görə Allah Taala bu insanları oyadır ki, insanlar dinə gəlsinlər, imana gəlsinlər. Nəyə görə biz belə şeylərdən qorxmadıq? Biz belə şeylərdən əsla qalsa qorxmuruq. Biz belə şeylərdən ibrət alırıq. Niyə? Çünki biz Allah dediyi kimi yaşayırıq. Belə şeylər olub olacaqdır. Olub olacaq deyil. Siz insanlar bundan ibrət almalısınız. İbrət götürməlisiniz ki, Allah nəyə görə bunlar eləyib? Allah nəyə görə insanlara belə istismarıza, yəni fəlakətlər baş verir? Bu hələ belə olan bir şey deyil. Bu Allahın insanlara olan qəzəbidir. Görün, Bakıda insanların əksəriyyəti, maşınları, villaları, nə bilim, evlərin su basıb. Niyə basıb? Bilirsiniz? Çünki bəzi insanlar o tikilən villalar ki var, haram puluna tikiblər. Kasıbın əziyyəti ilə, məsələn, kasıbın pulunu kəsib, fəhlədə 25 manat pul verməkdə 15 manat pul verir. Hər fəhlədən pul kəsib o villanı tikiblər. Azərbaycanda gör nə qədər qumarxanalar, əxlaqsız xanalar, pozğunxanalar var. Hələ bilirsiniz, bunlar adi bir şeydir. Xeyr, bu Allahın insanlara bir mesajıdır, bir ismarıcıdır ki, insanlar oyansınlar, insanlar belə şeylər eləməsinlər. Amma əfsus olsun ki, insanlar hələ də öz çirkin əməllərinə çəkinmək istəmir. Hələ də öz çirkin əməllərində qalırlar. Hələ də öz çirkin əməllərində davam edirlər. Nə qədər belə hadisələr olacaq? Hadisə nə qədər belə olacaq? İnsan niyə ibrət almaq istəmir? Allah belə insanlara hidayət eləsin.